Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 1.948.2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.8% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gələnlərin 24.8%-i Rusiya, 17.1%-i Türkiyə, 7.9%-i İran, 6.8%-i Hindistan, 4.5%-i Səudiyyə Ərəbistanı, 4.2%-i Gürcüstan, 4%-i Qazaxıstan, 3.4%-i Pakistan, 2.6%-i Çin, hər birindən 2.3% olmaqla Özbəkistan və İsrail, 1.6% Birləşmiş Ərəb Əmirlikləri, 1.4% Ukrayna, hər birindən 1.2% olmaqla Türkmənistan və Küveyt, 1.1% Belarus və 13.6% digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1.9 dəfə, İsraildən 1.8 dəfə, Yaponiyadan 1.6 dəfə, Çindən 1.5 dəfə, İordaniyadan 1.5 dəfə, Qırğızıstandan 35.7%, Özbəkistandan 31.6%, Qazaxıstandan 19.4%, ABŞ-dən 16.3%, Kanadadan 16.3%, Niderlanddan 16.3% artıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8.5% artaraq 88.8 min nəfər, Körfəz ölkələrdən gələnlərin sayı 4.9% azalaraq 321.1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7.2% azalaraq 669.8 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 3.1% artaraq 868.5 min nəfər təşkil edib. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2.6% azalaraq 1.605.000 nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 22%, İrana gedənlərin sayı 2.6% artıb. Rusiyaya gedənlərin sayı 30.8%, Türkiyəyə gedənlərin sayı isə 2.4% azalıb. Azərbaycan vətəndaşlarının 42.2%-i Türkiyəyə, 14.6%-i Rusiyaya, 10.8%-i Gürcüstana, 8.9%-i İrana, 23.5%-i digər ölkələrə səfər edib.